Salam kanalımızın değerli izleyicileri. Data analitika üçün Power BI kursumuzun bu dersinde Power Query Editor'da Append Query'sin ne olduğunu öğreneceğiz. Append Queries funksiyası iki veya daha çok cədvəni, yəni query'ni birləşdirərək onların sətirlərini bir cədvəldə toplamaq üçün istifadə olunan bir funksiyadır. Bu, SQL-dəki unionun əməliyyatına bənzəyir. SQL-dən anlayanlar bilir ki, SQL-də sorğuları, query'ləri birləşdirmək üçün unionun əməliyyatlarından istifadə olunur və fərqləri də ondan ibarət idi ki, union əməliyyatı təkrarlanan sətirləri yığışdıraraq gətirir. Yəni, təkrarlanan sətirlər union əməliyyatında mövcud olmur. Unionun əməliyyatında isə təkrarlanan sətirlər mövcud olur. Power BI desktopumuzu açaq və buradan datalarımızı yükləyək. Üç dənə fərqli Excel cədvəlimiz var. Baxın, üçünü də açırıq. Burada görürsünüz 19 sətir 6-dan başlayıb da bunlar olmayacaq. Burada 16, burada isə 21. Bu Excel'lərimizi Power BI desktopumuza yükləyək. Seçirik Transform Data. Buradan baxın, bunların hər birində sütun başına qoyarıq, Print, Device, Modern və s. bunlardır. Gəlin, bunu bilirdik ki, Home tabında Use First Row as Headers. Buradan edirdik. Use First Row as Headers. Bir daha. Baxın, sütun başı yuxarı olduğu kimi gəlib yerinə yerləşdi. Bunu edirəm mən. Table 1. Gəlirəm Source-a, Excel. İkincisini seçirəm. Okey. Bunun da gəlin adını dəyişdirək. Table 2. Adını dəyişməyi də bilirsiniz. Üzərinə klavye mouse'un sol düyməsi ilə 2 dəfə klikləməklə. Baxın, 2 dəfə kliklədim sol düyməni. Baxın, seçir, istədiyimiz adı verib Enter düyməsini klikləyəndə həmin ad dəyişir. Burada da Use First Row as Headers edək. Sütun başlıqları yerinə yerləşsin. Və üçüncü Excel'imizi də yükləyək. Okey. Bunun da adını dəyişdirəm. Table 3. Use First Row as Headers edirəm. Sütun başlıqları yerinə yerləşir. Baxın, Table 1-də 13 sətir bu datalardır. Table 2-də 10 sətirlik bu datalardır. Table 3-də isə 15 sətirlik bu datalarımız mövcud. İndi Append Queries-ə keçək. Home tabında baxın, burada Combine qruplaşmasının daxilində Append Queries yerləşir.
Append queries'te baxın sağ tərəfdə üzü aşağı bu ox var. Bu o deməkdir ki, altında da bunun nələrsə yerləşir. Bu oxa klikləyirik. Burada iki dənə item görüntüsü mövcuddur. Append queries və append queries as new. Append queries as new'nu birinci mən izah edəcəm. Bunun üzərindən izah edəcəm. Daha sonra bunu da göstərəcəm. Fərqi aydın olacaq. Append queries as new seçirik. Yəni o deməkdir ki, burada seçib bu sorğularımdan hansılarsa birləşdirəndən sonra onların birləşmiş forması ayrıca burada sorğu kimi düşəcək. Ancaq burada mən append queries seçsəm, o hər hansı sorğularsa birləşdirsəm, birləşdirəndən sonra o, baxın bu seçdiyim, bu hal-hazırda table 1-in sorğusunun üzərindədir də, table 1-in üzərində o tətbiq olunacaq. Yəni ona görə deyirəm ki, ayrıca olsun ki, aydın olsun. Append queries as new seçək. Buradan baxın, iki dənə farklı seçim var. Two tables və three or more tables. Yəni iki cədvəl və yaxud da üç və daha artıq cədvəl. Birinci iki cədvələ baxaq. Table 1 hal-hazırda görürsüz, susmaya görə bu açılarkən seçinidir. Seçini gəldi. Second table'dan seçirəm table 2-ni. Ok vururam. Bu table 1-lə table 2-nin birləşmiş halıdır. Yazaq buradan append altdan xətt table 1 tire table 1 table 2. Table 1 ilə table 2-nin birləşməsi. Table 1-ə baxaq, 13 sətir dataydı. Table 2-də nə qədər idi? 10 sətir. Bunların union olmur. Yəni təkrar sətirlər yenidən gəlir günlük 2 unionda. Birləşmiş forması da, yəni append olunmuş forması da 23 sətir. Təkrar deyirəm, table 1-də 13 sətir data var, table 2-də isə 10 sətir data var. Bunları append edəndə baxın 23 sətirlik bir table'ımız mövcud oldu. Sonra gəlirəm buradan append queries'də as new yenidən seçirəm. Table 3-ü seçirəm bu dəfə. OK vururam. Bu nə oldu? Append table 1-ə table 3-ün birləşmiş halı. Table 1-də nə qədər data var idi? 13. Table 3-də nə qədər data var idi? 15. Birləşəndə neçə eləyir? 13-ün üstünə 15 gələndə 28. Baxaq, baxın 28 sətirdən ibarət bir data table'ım ortaya çıxdı. İndi gələk buradan append queries as new seçirəm table 2-ni və burada da table 3-ü. OK edirəm. Table 2 və table 3-ün append olunmuş halı. Table 2-də 10 sətir data mövcuddur. Table 3-də isə 15 sətir. Table 2 ilə table 3-ün birləşmiş halı, baxın, 10 sətir, 15 sətir, 25 sətirlik bir data ortaya çıxacaq. Daha sonra gələk burada append queries as new seçirəm three or more tables. Yəni 3 və daha artıq cədvəni seç. Buradan table 1 görürsüz seçili halda gəlib. Table 2-ni seçirəm, add edirəm, bura əlavə edirəm. Daha sonra table 3-ü seçib, bura add edib əlavə edirəm. Append olunacaqlar bunlardır. Baxın bu 3 dənə. Ok vururuq. Bu da nələrin append olunmuş sonucu. Table 1
T-bum 2, T-bum 3. T-bum 1'de nə qədər sətir data var idi? 13. T-bum 2'də nə qədər sətir data var idi? 10. T-bum 3'də isə 15 sətir, onun üstünə 13, 23, üstünə 15, 38 sətir data mövcud olacaq. Baxın, bu da 3'ünü birləşmiş halı. Və burada biz gəlirəm T-bum 1 seçili halda append queries. Sadəcə buradan bayaqdan baxdığımız append queries əzniyi idi. Görürsünüz, əlavə etdiyim yeni o append olunmuş sorğular ayrı bir sorğu kimi bunun alta düşürdü bu siyahıda. Burada isə bu dəfə append queries'in özünü seçəcəm. Two tables misal üçün. Burada table 1'i seçək. Baxın, table 1 seçili halda gəldi. Append queries. Buradan seçək table 2. Çünki table 1 görürsünüz, özü ilə eləməyək də başqa cədvəllə birləşdirək. Table 2 OK edirəm. Baxın, bayaq 13 sətir idi. Table 2'də isə 10 sətir data var idi. Bu ikisinin birləşmiş halı tətbiq olundu Table 1'in elə özünə. Baxın, 23 sətirlik bir data ortaya çıxdı. Ancaq daha çox baxır hansı vəziyyətdə nə lazım olduğuna təbii ki. Ancaq daha çox append queries əzniyə etmək yaxşıdır. Çünki ayrı bir sorğu kimi bu siyahıya düşür. Baxın, bir dənə də şey göstərim. Table 1'i dəyişdik. Table 1'də 13 sətir data var idi. Table 2'də isə 10 sətir. Bu ikisinin birləşmiş halı yəni Table 1'in özünə tətbiq olundu. 23 sətir görürsünüz data oldu. Və digərləri də hansı ki Table 1-lə Table 2'nin birləşmiş halı idi. Table 1-lə Table 3'ün, bu üçünün, hansılarda ki Table 1 var idi. Bayaqları Table 1'də 13 sətir data olduğu üçün 13 sətirlik data bura tətbiq olunmuşdu. İndi isə baxın, bunlarda da say dəyişib artıq. Hansılarda ki Table 1 var, artıq orada Table 1'in sətir sayı 13 yox, indiki olan 23 tətbiq olunub. Baxın, digərlərinə də təsir elədi bir sözlə. Ona görə deyirəm ki, bunu edərkən diqqət etmək lazımdır. Append queries əzniyə edəndə daha yaxşıdır ki, alta ayrı bir sorğu kimi düşür. Gəlirəm mən buradan. Baxın, bu axırıncı etdiyim dəyişikliyi ləğv edirəm. Görürsünüz, dəyişdi. Hər bir əvvəlki halına qayıt. Append queries haqqında bu qədər. Bu dərs istifadə etdiyim nümunə Excel fayllarını da hər dərs olduğu kimi videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər. Hər hansı bir sual, təklif, irad olarsa videonun altına rəy bölməsinə yaza bilərsiniz. Və əgər kanalın videolarım faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.